Yüksək voltajlı və içində çox ağıllı bir çipi olan bir adapter axtarırsınızsa, sizə bugün ondan danışacağım. Birinci növbədə mən qutunu açım, sizə qutunun içindəkilərdən və ümumi nə var, nə yox ondan danışım. Birinci növbədə əslində istəyirəm dizaynından danışım. Dizayn məsələsi burada çox önəmlidir. Biz bunu Amazondan almışıq. Heç bir sponsorluğumuz yoxdur. Prosta özümüzə maraqlıdır deyə almışıq, sizə göstərdim. Deməli, qutusunun içindən bir dənə belə pasportu çıxır. Burada adapterin özünü gəzdirmək üçün belə balaca bir çantası çıxır. Digər hissədə qutunun içində adapterin özüdür. Belə balaca, dördbucaq, çox qəşəng, səliqəli bir adapterdir. Üstündəki etiketini sökək. Çox balaca bir adapterdir. Onun içində əsas dizayn elementlərindən biri və mənim çox xoşuma gələn hissəsi odur ki, bu Amerikadan alınan veşlərin demək olar hamısında orada elektrik şəbəkəsinə taxmaq üçün olan yerlərin hamısı bu formadadır. Çünki yəni Amerikada belə yerlərdən istifadə edirlər, mountlardan istifadə edirlər. Amma bunun içərisində, yəni bütün dünya üzrə compatibility məsələsinə görə bunun içərisində 2 dənə də əlavə başlıq göndərirlər. Bizdə Azərbaycanda istifadə etmək üçün bu başlığı bura keçirdirsiniz və bunları siz çox rahatçılıqla bura taxıb istifadə edə bilirsiniz. Bu formada məsəl üçün keçirdiniz bura. İngiltərə və ümumi Avropada istifadə üçün başlıq oldu bu formada və artıq bizim bütün şəbəkə yerlərinə girəcək formada artıq başlığı ilə bir adapterimiz olur. Dördbucaqdır. Üstündə toka qoşan zaman burada bir monitoru yanır və monitorun içərisində nədən nə qədər zaryadka getdiyini sizə deyir. Deməli, mən sizə danışıram bu avadanlığın əsas birinci üstündə olan hissələrini deyim. Burada 2 dənə USB Type-C girişi var. Bir dənə də Type-A girişi var. Bu Type-C və Type-A girişlərindən, Type-C girişlərindən 100 Watt verir. Amma ki, Type-A çıxışından verir 30 Watt. Əgər hər üçünə bir yerdə qoşsaz, orada fərqli senaryolar əmələ gəlir. Burada məsəl üçün arxasında yazılıb. Əgər USB-C plus USB-C 2-yə də hər ikisinə bir yerdə qoşsaz, onda deməli birinciyə 65 Watt verəcək, ikinciyə 30 Watt verəcək. Və bu fərqli senaryoları siz özünüz buradan oxuyub, özünüzdə tənzimləyə bilərsiniz. Amma burada əsas başqa bir məsələ var. Bizim məsəl üçün batareyalarımız var, hansı ki, onlar yüksək voltajlı batareyalardır. Necə? Yəni ki, 100 Watt giriş götürür özünü zaryadka üçün. Və onları zaryadkaya qoyanda fərqli adapterlardan, biraz belə məsəl üçün deyək də, belə bunun kimi ağıllı olmayan adapterlardan zaryadkaya qoyanda daim zaryadka verir deyə adapter özü çox qızır və o qızmanı içində onun tənzimləyəcək bir şey yoxdur. Amma bizim bu ağıllı adapterimiz nə edir? Bizim bu ağıllı adapterimiz həmin zaryadkanı verdiyi müddətdə görür ki, məsəl üçün burada qızma baş verir artıq, zaryadka dolmur, qurtarmadı. Onda voltajı salır aşağı və özünü başlayır soyutmağa. Aşağı salır, sonra soyudur, təzədən ona uyğun qaldırır voltajı. Deməli, özü tənzimləyir və içərisində hər hansı bir problem yaratmağa sizə imkan vermir. Yəni, bunu çox rahatçılıqla, məsəl üçün, zaryadkaya qoydunuz, çıxıb gedib öz işinizi görə bilərsiniz. Amma biz nə edirdik? O birisi adapterlarda zaryadkaya qoyurduq, gəlirdik, baxırdıq, qızıbsa çıxardırdıq, ya o birisi adaptera taxırdıq, ya da ki, gözləyirdik ki, biraz soysun, sonra təzədən qoyaq. Çünki bu problemdir, hər şəbəkəyə qoşulu olan avadanlıq üçün problem yarada bilər və s. Ona görə bu məsələlərə diqqət edirdi. Amma artıq burada heç bir problem yoxdur. Qoydu zaryadkaya, özü tənzimlədi, özü hamısına baxdı. Əgər qızdısa, saldı aşağı, yox, yaxşıdırsa, qaldırdı yuxarı. Bu formada işləyən, gözəl, balaca, ağıllı bir adapter. Yaşadığımız bu hər şeyin ağıllı olduğu vaxtda bir dənə ağıllı adapterimiz çatmırdı. Onu da aldıq. Gələcək videomuzda görüşərik. Sağ olun.